Bu videomuzda indiyə qədər buraxılış və blok imtahanlarına düşmüş olan ədədi ardıcıllıqlar və silsilələr bölünməsinin izahını verəcəm. Gəlin keçək testimizin izahına. Həndəsi silsilənin ədədi silsilədən fərqi ondan ibarətdir ki, hər növbəti ədəd əvvəlki ədəddən eyni qədər vahid olaraq yox, dəfə qədər artsın və yaxud da azalsın. Misal üzərində gəlin baxsaq, məsələn 1-dən 4-ə keçid baş verib. 1-dən sonra 4 gəlib. Demək ki, neçəyə vurublar? 4-ə vurublar. İndi bunu da 4-ə vursaq, bu gördüyümüz ədəd alınsaydı həndəsi silsilə olardı. 4-ü 4-ə vuranda 16 eləyir. Amma bura 8 veriblər, bu olmadı. B variantına baxsaq, 3-ün mənfi 9 almaları üçün mənfi 3-ə vurublar. İndi biz bunu da mənfi 3-ə vursaq, 9-u mənfi 3-ə vuranda onun 2 eləmir, ona görə bu da yanlışdır. D variantına baxsaq elə əlimizin altındadır. 3-də 1-i mənfi 12-də 1 alıblar. Neçəyə vurublar demək ki? 3-də 1-i vurublar. Mənfi 4-də 1-ə. Alıblar. Mənfi 12-də 1. Demək ki, bunu mənfi 4-də 1-ə vurublar. İndi bunu da mənfi 4-də 1-ə vuranda görün nə alınır? 12-də 1, 4-də 1-ə vuranda 48-də 1 alınırmı? Alınır. Demək ki, bu həndəsi silsilədir. Bir də düzgün cavabımız D variantı. 2 nömrəli suala baxaq. Müxtəsər vurma düsturlarına görə mən bunu A5 çıxılsın A1 vurulsun A5 üzərinə gəlinsin A1 şəklində yaza bilərəm. 336-ya bərabərdir. Burada elə üsulla deyəcəm ki, imtahanda ta hamının ağlına gələn üsul olsun da. Əslində bunun qısa yolu var. A5 ilə A1-in cəmi 2A3-dür. Amma indi bunu tutalım ki, bilmirəm. İmtahanda da yadımdan çıxıb. Ona görə deyirəm. A5-i parçalayıram. Bax, hər birini A1-ə gətirirəm. A5-i parçalayıb mən A1 üzərinə gəlinsin 4-də yaza bilərəmmi? Çıxılsın A1. A5-i parçalayıb A1 üzərinə gəlinsin 4D yazıram. Üzərinə gəlinsin bir dənə də A1-imiz var. 336. Buradan A1-lər getdi. 4D bərabərdir. A1-lər toplananda vurulsun daha doğrusu. 2 dənə A1 üzərinə gəlinsin 4D. Bərabər 336-ya. Buradan 2 mötərizə kənarına çıxacaq. A1 üzərinə gəlinsin 2D. Burada da bizi 4D gözləyir. 4D 2-yə deyəndə 8D. Bərabər 336-ya. 8 ilə 336 ixtisar gedər. Nə qalacaq? 42 qalacaq. D vurulsun. A1 üzərinə gəlinsin 2D demək A3 deməkdir. D vurulsun A3 bərabər 42-yə. A3-ün cavabını bizə veribdir 14. A3-ün yerinə 14 yazsam, D vurulsun 14, 42 edəcək. D-ni buradan nə tapacaq? 3 tapacaq. Demək ki, bizim silsilə fərqimiz D-miz 3-dür. Bu bizdən nə istəyir? Silsilərin birinci həddini istəyir. Mən bunu silsəm, artıq D-ni tapmışıq da, düzdürmü? A3-ü belə yaza bilərəmmi? A3 bərabərdir. A1 üzərinə gəlinsin 2D-yə. A3-ün cavabı 14-dür. 14 bərabərdir. A1 üzərinə gəlinsin. D-ni yerinə 3 yazsam, 2 dəfə 3-üm 6. A1 bərabər 8 olacaq. Düzgün cavab A variantı. Gəlin baxaq 3 nömrəli suala. B1 vurulsun B11 bərabərdir. Kök altında 3 vurulsun B9 verilibdir. Mən belə yazıram. B1 vurulsun. B11-i parçalayıb B9 vurulsun 2 üzərində 2 yaza bilərəmmi? 9 ilə 2-nin cəmi 11 eləyər. Yadda saxlayın. B11-i B9 vuraq Q kvadratı kimi yaza bilərik. Bərabərdir. Kök altında 3 vurulsun B9-a. Buradan B9-lar getdi. B1 vurulsun Q kvadratı bərabərdir kök altında 3-ə. B1 vuraq Q kvadratı nə deməkdir? B3 deməkdir, düzdür. İndikə görə bizə nə veribdir? Belə bir ifadənin hasilini soruşur, yadda saxlayın uşaqlar. B1 vurulsun, B2 vurulsun, B3 vurulsun, B4 vurulsun, bir də B5. Kənardan bir şey yazacağım. B2 vurulsun, B6 özümdən yazıram. Bu B4-ün kvadratı deməkdir. Hardan aldım bu B4-ün kvadratını? 2 ilə 6-nın cəmi nə qədər eləyər? 8. Yarısı 4. Bunların cəminin yarısının kvadratı bunların hasil edər. 2 ilə 6-nın cəmi 8 elədiyi üçün, yarısı da 4 elədiyi üçün bunların hasili B4-ün kvadratıdır deyilir. Məsələn, B2 ilə B8-in hasili. Cəmləri 10 edər. Yarısı 5-dirsə,
Bu B5'in kvadratı deməkdir. İndi mən burada bunu istifadə edəcəm. B1 vuraq B5. 1 ilə 5-in cəmi 6. Yarısı 3 olduğu üçün B3'ün kvadratı deməkdir bunların hasili. B2 ilə B4'ün hasili. 2 ilə 4'ün cəmi 6 yarısı 3 elədiyi üçün bunlar da B3'ün kvadratı deməkdir. Bir dənə də B3'ümüz burada bizi gözləyir. B3'ün qiyməti kök 3'dür. Kök 3'ün kvadratı 3 edər. Kök 3'ün kvadratı 3 edəcək. Bir dənə də kök 3'ümüz burada oldu. Bu da elədi. 9 kök altında 3. Düzgün cavab D variantı. Gəlin baxaq 4 nömrəli suala. Ədədi silsilədə ayın ilə SN arasında belə bir düstur var. Ayın bərabərdir. SN çıxılsın SN minus 1. Şagird A8'i tapmaq istəyirsə, S8'dən S7'ni çıxa bilər. A4'ü tapmaq istəyirsə, S4'dən S3'ü çıxa bilər. Bizə A8 soruşulduğu üçün S8'dən S7'ni çıxırıq. İndi S8'i necə tapacam? S'nin düsturu əlimizdə var. S'n bərabərdir. 2n vurulsun, n üzərinə gəlinsin 1. S8'i tapmaq üçün n'in yerinə 8 yazacağım. S8 bərabərdir. 2 vurulsun 8, 8 üzərinə gəlinsin 1. 16 vurulsun 8 ilə 1'in cəmi 9. Bu da edəcək neçə? 144. Səhv hesablamadıq ki, yox. İndi S7'ni tapaq. N'in yerinə 7 yazacaq. 2 vurulsun 7, 7 üzərinə gəlinsin 1. 14 vurulsun 7 ilə 1'in cəmi 8. 8 dəfə 4'üm 32, 112. Deməli biz 144'ü də tapdıq, 112'ni də tapdıq. S8 ilə S7 əlimizdə var. Bunlar bir-birindən çıxsa, bu da edəcək 32 düzgün cavabımız. Gəlin baxaq 5 nömrəli suala. B4'ü bizdən soruşur həndəl silsilədə. Həndəl silsilədə B4 bərabərdir. B1 vurulsun. 2 üzərində 4'dən 1'ini verdinsə 3 yazılmalıdır. B1'in qiyməti 2'dir. 2'nin qiyməti 3'dür. 3'ün kubu. 2 vurulsun 27. Bu da 54 edəcək. Növbəti sual 6 nömrəli suala baxaq. Ədədi silsilədə S9'un qiyməti verilibdir. A5'i bizdən soruşulur. Ədədi silsilədə S'nin belə bir düsturu var. A1 üzərinə gəlinsin AN bölək 2 vurulsun N. S9'u tapmaq üçün şagird A1 üzərinə gəlinsin A9 bölünsün 2 vurulsun 9 yazmalıdır. A1 ilə A9'un cəminin yarısı 1 ilə 9'un cəmi 10. Yarısı 5 elədiyindən bunların opşim, bax bu hissəsinin cavabı A5 deməkdir. A5'i vuracam 9'a. İndi S9'un cavabı nədir? 72. Bərabər edirəm 72'yə. Buradan A5 nəyə bərabərdir? 72'ni 9'a böləndə 8 edəcək. A5'in cavabı soruşulurdu bizdən. Cavabımız 8 oldu. 7 nömrəli suala baxaq. Bizdən B5'in qiyməti soruşulur. B2 var əlimizdə, B3 var. Yadda saxlayın. B5'i tapmaq istəyirsinizsə, hər nə yolla yazsız yazın. Əlinizdə mütləq Q olmalıdır. Q-nü necə tapacam? İlk öncə gəlin bu B3 ilə B2'nin vasitəsilə Q-nü tapaq. B3 bərabərdir. B2 vurulsun Q yaza bilərəmmi? B3'in qiyməti 18'dir. B2'nin qiyməti 6'dır. Q-nü də bilmirəm. Buradan Q 18'i 6'ya böləndə 3 edəcək. İndi B5'i soruşur bizdən. B5 bərabərdir. İstəyirsən bunu B3 vuraq, 3'ünü verdinsə Q kvadratı yaz. İstəyirsən bunu B2 vuraq, Q kubu yaz. Eyni şeydir. Mən bununla yazıram. B3'ün qiyməti nədir? B3'ün qiyməti 18 vurulsun. Q'nun qiyməti 3'dür. Kvadratı da 9. 18'i 9'a vuranda edəcək. Deməli 162. 72, bəli 162 də o edəcək. A variantı. 8 nömrəli suala baxaq. Həndəl silsilədə B5'in qiyməti verilib, B6'nın qiyməti verilib. Bizdən S6 soruşulur. Yenə biz ilk öncə hər ehtimala Q'müzü tapaq. Q'nun düsturu var. Daha doğrusu Q'nun düsturu ilə yazmayaq. B6'nı parçalasam, B6 nəyə bərabərdir? B5 vurulsun Q'ya. B6'nın qiyməti 96, B5'in qiyməti 48 vurulsun Q. Q buradan 2 edəcək. Bunlar bizdən S6'nı soruşur. Həndəl silsilədə S'nin düsturu B1 vurulsun Q üzərində M-1 bölünsün
Q minus 1'dir. S6 bərabərdir. B1'in qiyməti bəlli deyil. İndi biz buradan B1'i də tapmalıyıq da. Gəl B1'i də tapaq elə əlimizdəkən. Sonra bu düstura tətbiq eləyərik. O zaman B5 bərabərdir. Belə yazıram bax. B5 bərabərdir. B1 vurulsun Q üstü 4. B5'in qiyməti 48'dir. 48 bərabərdir. Q'nun qiyməti 2'dir. 2 üstü 4 16 desək. Buradan B1 bərabərdir. 48'i 16'ya böləndə 3 edir. B1'in cavabı var 3. Yerine yazıram 3 vurulsun. S nəyi soruşur bizdən? S6'nı soruşur. N'in yerine 6 yazaq. Q üstü 6. 2'nin üstünde 6 yazaq. Q'nun yerine 2 yazıram. Q'nun yerine 2 yazıram. Oldu 3 vurulsun. 2 üstü 6 64. 1 çıxanda 63. 2'dən 1 çıxanda da 1 qalacaq. 3'ü 63'ə vuranda bu deyəcək 3 dəfə 6 18 189 E variantı. 9 nömrəli suala baxaq. Həndəl silsilənin vuruğunun 3/1 olduğunu deyilir. Q bərabər 3/1'i yazdıq, düzdür? B3 çıxaq B5, B7 çıxılsın B9 bizə verilir. Mən buradan B3'ü saxlasam, B5'i belə yazsam olarmı? B3 vurulsun Q kvadratı bölünsün. Aşağıdan B7'ni saxlasam, çıxaq. B9'u B7 vurulsun Q kvadratı şəklində yazaram. B3 mötərizi kənarına çıxdı. 1 çıxılsın Q kvadratı. B7 mötərizi kənarına çıxdı. 1 çıxılsın Q kvadratı. 1 çıxılsın Q kvadratları getdi. Yuxarıda qaldı B3. Aşağıda qaldı B7. Bu B7'ni B3 vurulsun Q üzərində 4 yaza bilərəm. Buradan B3'lər də getdi. 1 bölünsün Q üzərində 4. Q'nun qiyməti 3/1'dir. Q üzərində 4 demək, 4-cü qüvvətə yüksəltmək deməkdir. O da edir 81/1. 1 bölünsün 81/1. Bu da edəcək 81 düzgün cavabımız. 10 nömrəli suala bir yerdə baxaq. Ardıcıllığın ikinci həddini bizdən soruşur. Yəni bizdən A2'nin qiymətini soruşurlar. Biz də N'in yerinə 2 qoyacaq. A2 bərabərdir. 4 dəfə 2 8. Üzərinə 7 əlavə olanda 15 C variantı. Gəlin baxaq 11 nömrəli suala. S21 bərabərdir 105. A11'i bizdən soruşur. SN-in düsturu A1 üzərinə gəlinsin AN bölünsün 2 vurulsun N'dir. S21 bərabərdir A1 üzərinə gəlinsin. N'in yerinə 11 yazmışam. Oldu A, daha doğrusu S21'i soruşuruq deyə S21 bölünsün 2 vurulsun 21. 1'in üzərinə 21 gələndə 22 edəcək. 22'ni 2'ye böləndə 11 edəcək. O zaman mən bunun yerinə ayaqlarının cəmi 22, yarısı 11 etdiyindən bunun yerinə A11 yazmağa haqqım var. S21'in cavabı, yəni bu ifadənin cavabı 105'e bərabərdir. Buradan A11 bərabərdir. 105'i 21'e böləndə 5. Düzgün cavabımız E variantı. 12 nömrəli sualda deyir ki, ədədi silsilədə A1'in qiyməti verilib, A20'nin də qiyməti verilibdir. Bunun mənfi 92'ye bərabər olan həddin nömrəsini soruşulur. O hansı həddir ki, mənfi 92'ye bərabərdir? A2'nin düsturu A1 üzərinə gəlinsin M-1 vurulsun D'dir. Bərabər mənfi 92'ye. A1'imizin qiyməti var? Var. D'ımız yoxdur. Ona görə gəl bir yerdə D'ni tapaq. A20 bərabərdir. A1 üzərinə gəlinsin 19 D'dən mən D'nin qiymətini taparam. A20'nin qiyməti mənfi 192. A1'in qiyməti mənfi 2 üzərinə gəlinsin 19 D. Buradan mənfi 190 bərabərdir 19 D'yə. D'nin qiyməti buradan mənfi 10 edəcək. D'nin yerinə mənfi 10 yazıram. A1'in yerinə də mənfi 2. Mənfi 2 üzərinə gəlinsin. N çıxaq 1 vurulsun. D'nin yerinə mənfi 10. Oldu belə. Mənfi 2 çıxılsın 10'in. Mənfi mənfiyə toplam 10 bərabər mənfi 92. Buradan 10'dan 2 çıxanda 8 qalacaq. Mənfi 10'in bərabərdir. Mənfi 92 çıxaq 8'dən mənfi 100 edəcək. N'in qiyməti də 10 edəcək. Düzgün cavabımız həddin nömrəsi soruşulurdu bizdən.
En soruşulurdu. Cevabımız A variantı. Gəlin baxaq 13 nömrəli suala. Burada A5, A7, 51 çıxılsın A2 verilibdir. A-ın qiyməti də verilibdir. K ilə D-nin cəmi bizdən soruşulur. İlk öncə gəlin biz buradan A1-i tapaq. A1-i tapsaq 3 üzərinə gəlinsin. N'in yerinə 1 yazsaq K minus 2 olacaq. Bu da nə eləyəcək? 3-dən 2 çıxanda 1. Yəni 1 üzərinə gəlinsin K. Bir dəfə də A2-ni tapaq. Niyə bunu tapıram? D-ni tapmaq üçün silsilə fərqini 2 dənə həddi bilim ki, görüm bunlar neçə artıblar. Ona görə lazımdır. A2-ni tapmaq üçün N'in yerinə 2 yazıram bu səfər. 3 üzərinə gəlinsin. N'in yerinə 2 yazanda 2K minus 4 olacaq. Bu da edir 2K minus 3-dən 4 çıxanda mənfi 1. D-ni tapmaq üçün ikinci həddən birinci həddi çıxıram. Yəni 2K minus 1-dən çıxıram 1 üzərinə gəlinsin K-nı. Buradan mötərizənə əsası olsaq 2K'dan K gidəcək. D bərabərdir K. Mənfi 1, mənfi 1, mənfi 2 edəcək. D'nin qiymətini tapdıq. İndi gəlin biz buradan verilənlərə əsasən qiymətləri yerinə yazaq tapaq digərlərini. Buradan mən A2-ni tapsam, indi ən balacamız A2-dir deyə A2-ni əslində yazmışdıq. İndi təzədən yazası oldum. 3 üzərinə gəlinsin. N'in yerinə 2 yazsaq 2K minus 4. Yəni 2K 3-dən 4 çıxanda mənfi 1 qalacaq. A2-nin cavabı 2K çıxaq 1-dir. Mən burada bunun hər birini A2-yə gətirəcəm. A5-i silib yerinə A2 üzərinə gəlinsin 3D yazıram. A7-ni silib yerinə A2 üzərinə gəlinsin 5D yazıram. 51 çıxaq A2. A2-ləri toplasaq 1, 2 dənə A2, mənfi A2-ni sola göndərəndə 3 dənə A2 bərabərdir 51'ə. Üzrü sayın D'ləri də toplamağı unuttum. 3 dənə A2, 3D, 5D burada var. Toplam neçə D elədir? 8D bərabər 51'ə. A2'nin cavabı əlimizdə var. 2K minus 1. 3 vurulsun 2K minus 1 üzərinə gəlinsin. 8 vurulsun D. D'nin qiyməti də K minus 2. K minus 2 bərabər 51'ə. 6K minus 3 üzərinə gəlinsin 8K minus 16 bərabər 51'ə. Bunları toplasaq 14K çıxılsın 19 bərabər 51'ə. 14K bərabərdir deməli 70'ə. K da buradan 5 edəcək. K'nı 5 tapdıq, yerinə 5 yazaq. K'nı yerinə 5 yazsaq D'ni də 3 tapmış olacaq. Bunların toplam cəmi 8 olacaq. Gəlin baxaq 14 nömrəli suala. Gəlin baxaq 14 nömrəli suala. Həndəsə silsiləsində B7 çıxılsın B1 bərabər 18'dir. Silsilənin ilk 6 həddinin cəmini soruşur. Yəni S6 bizdən soruşulur. S6'nın düsturu nədir? B1 vurulsun Q üzərində 6 minus 1 bölünsün Q minus 1. Burada B7 çıxılsın B1 var. Buradan B7'ni B1 vurulsun Q üzərində 6 yaza bilərəm. Çıxılsın B1 bərabər 18'ə. B1 çıxdı mötərizə kənarına. Q üzərində 6 çıxılsın 1 bərabər 18 etdi. Buradan bunun hazır qiyməti 18 olduğu üçün mən bunun yerinə 18 yazıram. Bax, eyni şeylərdir bunlar. Bunu siləm 18 yazıram. Q'nun qiyməti 7'dir. 7'dən 1 çıxanda 6 qalıb. 18'i 6'ya böləndə 3 edəcək. Düzgün cavabımız 3. Gəlin baxaq 15'ə. 15 nömrəli sualda bizdən A3'ü soruşur. Mən A3'ü A2 üzərinə gəlinsin D şəklində yaza bilərəm. Yəni A3 bərabərdir. A2'nin qiyməti 27. Üzərinə gəlinsin D. Çatışmır D'ni tapmaq. D'ni necə tapacam? A6 bərabərdir. A6'nı parçalayıb A2 üzərinə gəlinsin 4D yazaram. 15 bərabərdir. A2'nin qiyməti 27 üstə gələk 4D'yə. 4D buradan mənfi. Deməli 27'dən 15 çıxacam da 12 qalacaq. D də bərabərdir. Mənfi 3 qalar. D'nin yerinə mənfi 3 yazsaq 27'dən 3 çıxanda 24 C variantı. 16 nömrəli suala baxaq.
Ədədi silsilədə A9-un, A39-un cavabı verilib, A21-in cavabı verilib. İlk 5 həddinin cəmi soruşulur. İlk 5 həddinin cəmini S5 deyək. Gəl biz belə eləyək. Hara fırlasaq biz burada D-ni tapmalıyıq. Ona görə gəl buradan D-ni tapaq. D bərabərdir, yəni D-ni tapacaq da. A39 bərabərdir. Bunu A21 üzərinə gəlinsin 18D yaza bilərəm. A39-un cavabı var. 36.6 bərabərdir. A21-in də cavabı var. 33 üstə gələk 18D-yə. 36.6-dan 33 çıxsaq, qalacaq 3/6 bərabər 18D-yə. D də bərabərdir 0/2. D-ni buradan 0/2 tapdıq. Bir də gəl buradan istəyirsənsə A1-i də tapaq. Ya da istəyirsənsə elə A3-ü tapaq. Niyə A3-ü tapıram? İndi deyəcəm. Buradan A21-i belə yaza bilərəmmi? A3 üzərinə gəlinsin 18D. A21-in cavabı 33. A3-ü bilmirəm. D-nin qiymətini bilirəm. 18D-nin elə qiyməti nəyə bərabərdir? 3/6. Bunun yerinə 3/6 yazıram. A3-ün qiyməti də 33-dən 3/6 çıxanda 29/4 edər. A3-ün də cavabı əlimdə var. 29.4. İndi məndən ilk 5 həddin cəmi istənilmir. S5 soruşulursa bunu yazıram. A1 üzərinə gəlinsin A5 bölü 2 vurulsun 5. 1 ilə 5-in cəmi 6, yarısı A3-ü verir. A3 vurulsun 5 şəklində. İndi mən A3-ünü tapmışam. 29.4. Bunu 5'e vuracağım. 5 dəfə 4'üm 22 yadda. 5 dəfə 9'um 45. 2 yadda 47. 4 yadda. 5 dəfə 2'm 10. 4 də yadda 14. Bu 0 da gedəcək. Çünki mən 10'luğa vurmuşdum. Cavabım 147. Yəni A variantı. Gəlin baxaq 17 nömrəyə suala. İlk 4 həddin cəmi soruşulur bizə. Həndəsi silsilə ilə bağlı bir sualdır. Biz buradan B3'ün Q'nun vasitəsilə B1'i tapa bilərikmi? B3 bərabərdir. B1 vuraq Q kvadrat yazdım. 16 bərabərdir. B1 vurulsun. Q'nun qiyməti 2 kvadratı 4. Buradan B1'in cavabı 4 edəcək. Q'müzdə 2 var. İlk 4 həddin cəmini S4 deyirəm. S4 niyə bərabərdir? B1 vurulsun Q kubuna. B1'in qiyməti 4. Q'nun qiyməti 2. Kubu da 8. Cavabımız eləyəcək 4 dəfə 8'i. Üzrlü sayını mən nə yazıram? S4'ün qiyməti B1 vura Q üstü 4 çıxaq 1 bölünsün Q çıxaq 1'dir. B1'in qiyməti 4. Q'nun qiyməti 2. Üstü 4 16. 1 çıxsaq 15. 2 çıxaq 1. Bu dedir 4 dəfə 15'im 60. Yəni D variantı. 18 nömrəli suala baxaq. İlk 5 həddin cəmini soruşur. S5 niyə bərabərdir? Bunu düsturla A1 üzərinə gəlinsin A5 bölünsün 2 vurulsun 5 şəklini yaza bilərəm. Bu amma həndəl silsilə olduğu üçün bunu həndəl silsilənin düsturuna yazaq da. Sn bərabərdir B1 vurulsun Q üstü N çıxaq 1 bölək Q çıxaq 1 düsturu. İlk 5 həddinin cəmi olacaq S5 bərabərdir. B1 vurulsun Q üzərində 5 minus 1 bir də Q minus 1 şəklində. Əlimizdə nə B1 yoxdur, əlimizdə nə Q yoxdur. Bunların hər birini gəl tapaq. B5'i parçalayıb B1 vurulsun Q üzərində 4 yazaram. 112 bərabərdir. Gəl bunu B2 ilə yazaq da B1 də yoxdur. B2 vuraq Q'nun kubu yazaq. B5'in qiyməti 112 bərabərdir. 14 vurulsun Q kubu. Buradan Q kubu bərabərdir. 112'ni 14'e böldüyümüz zaman 8 düşər. Düzdürmü? Bəli. Nəyin kubu 8'dir? 2'nin. Q'nu 2 tapdıq. Q oldu 2. İndi mən B2'ni bərabər qoyub B1 vuraq Q yazsam B2'nin qiyməti 14'dür. B1'i bilmirik. Q'nun qiyməti 2'dir. Buradan B1'ni tapmış oluruq. 14'ü 2'ye böləndə 7. Hər şey əlimizdə var. B1'in yerinə 7 vurulsun. Q'nun yerinə 2 yazsaq 2 üstü 5 32. Bir də çıxanda 31. 7'ni 31'e vuranda 217 D variantı düzgün cavabımız olacaq.
Gəlin baxaq 19 nömrəli suala. Deyir aşağıdakılardan uyğunluqları müəyyən edin. N-in yerinə qiymətləri qoyasınız. N-in yerinə 1 qiymətini qoysaz, A-n bərabərdir 11-i 2-yə böləndə 5 onda 5 edəcək. Bir dəfə də n-in yerinə 2 qoysaq, A2 bərabərdir 12-nin üstünə 5, 17-ni 2-yə böləndə 8 tam onda 5 edəcək. N-in yerinə 3 qoysaq, 18-in üstünə 5, 23, 23-ü 2-yə böləndə bu da A3 bərabərdir 23-ü 2-yə böləndə 11.5 edəcək. Fikir versək ədədlər 3 vahid 3 vahid arta gedirlər. Demək bu ədədi silsilədir. 1-ə uyğun gəldi. C variantı. 3 3 artdıqları üçün silsilə fərqləri də 3 olduğundan həm də B variantı. Yəni BC. Birinci getdi. İkincisinə baxaq. N-in yerinə 1 qoysaq, A-n bərabərdir, yəni A1 bərabərdir 2 vurulsun 3 6 edəcək. N-in yerinə 2 yazsaq, 2 vurulsun 3-ün kvadratı 9, yəni 18 edər. N-in yerinə 3 yazsaq, 3-ün kubu 27, 2-yə vuranda 54 edər. Fikir versək bu ədədlər 3 vahid falan yox, 3 dəfə artırlar. 18-i 3-ə vuranda 54 edəcək. 6-ını 3-ə vuranda 18. Eyni dəfə artırlar, eyni dəfə azalırlarsa buna silsilə vurğu deyirlər. Həm də silsilənin 2-yə uyğun D variantı. Silsilə vurğu da 300 artdığına görə həm də E variantı. Variantlardan B, C, D, Y getdi artıq. B, C, D, Y. Demək ki 3-ə də nə uyğun gəldi? A variantı bizə dənə. Gəlin baxaq 20 nömrəli suala. Ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin deyir. Ən kiçik hədd 5,4-dür falan filan. Bu tip suallar necə həll olunur? Ən kiçik qiyməti tapmaq üçün kvadratı mümkün qədər ən az götürmək lazımdır ki, üzərinə 5 gələndə ən az cavabı ala bilək. İndi mən bura hansı qiymət verməliyəm ki, bu kvadrat ümumiyyətcə yox olsun? Şagird deyir ki, n-in yerinə 5,3 verərəm, kvadratı aparacaq, ən kiçik qiymətin 5 çıxacaq. Amma bu belə deyil təəssüf ki, niyə? Sən buranın getməsi üçün gərək n-ə 5,3 verəsən. Ədədi silsilədə n-in yerinə bu hissəyə 5,3 vermək olmaz. Məsələn, A 5,3-cü hədd deyə bir şey yoxdur. Bura natural ədədlər verə bilərik. O zaman n-ə elə qiymət verir ki, çox böyüməsin. Ya 5 verin, həmişə məsləhətim sizə, ya da 6 verin. İndi 5 versəz 0,3 alasınız, mənfi 0,3. Kvadratı 0,9. Üzərinə də 5 gəlsəz 5,9 alarsınız. Yox 6 versəz 0,7 alarsınız, daha çox eləyəcək. Ona görə bizə sərf eləməyəcək. Ən kiçik qiymətimiz 5,9 olacaq. 1-ə uyğun gəlir. Altdan yazım C variantı. C variantı daha getdi. İndi biz n-in yerinə nə yazdıq? 5 yazdıq. Həddimizin nömrəsi neçə oldu? 5. Ən kiçik həddin nömrəsi 5-dir. Bəli, 1-ə həm də D variantı. İkincisinə baxaq. İndi mən n-in yerinə 5 yazsam, 5-dən 5,8 çıxanda 0,8-in kvadratı hara? 6 yazsam, 5,8 çıxsaq 0,2-nin kvadratı hara? Ən balacamız 6 yazanda olur. Olur 0,2-nin kvadratı, yəni 0,4. Üzərinə 5 gəlsək, olur 5,4. Ən kiçik qiymət 5-dir. 2-yə uyğun gəldi A. 5 olması üçün də n-ə 6 verdik. Ən kiçik həddin nömrəsi 6-dır. 2-yə həm də Y variantı olduğu üçün 3-ə təkcə B variantı qalır. 21 nömrəli suala baxaq. A6-nı mən buradan parçalayıb A1 üzərinə gəlinsin 5D şəklində yaza bilərəm. A6-nın qiyməti mənfi 10, A1-in qiymətini bilmirəm, D-nin qiyməti mənfi 4. Vuranda mənfi 20 edəcək. Buradan A1-i tapası olsaq, mənfi 20-ni sola göndərsək, mənfi 10 üzərinə gəlinsin 20, 20-dən 10 çıxsaq 10 edəcək. A1-in qiyməti 10-dur, düzgün cavab B variantı. 22 nömrəli suala baxaq. 1-dən başlayaraq ən azı neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120-dən böyük olsun. 1-dən başladığımız üçün demək ədədlərimiz 1, 2, 3, 4 bu şəkildə gedəcək. A1-ci ədədimiz 1-ə bərabərdir. Silsilə fərqimiz 1-1 artdığı üçün 1 olacaq. Onların cəmi
Ardıcıl gedən ədədi silsilələrin cəminə SN deyirik. SN 120-dən böyük olsun deyir. SN-in belə bir düsturu var. 2A1 üzərinə gəlinsin n çıxaq 1 vurulsun D bölünsün 2 vurulsun n. Böyük olmalıdır 120-dən. Dərəcə yazıram çaşıb. A1'in qiyməti 1'dir, daha yazılmır. D'nin qiyməti 1'dir, o da yazılmır. Burada oldu nə? 2 üzərinə gəlinsin n çıxaq 1. 2 ilə 1 gedəcək 1 qalacaq. Yəni n üstə gələk 1 bölünsün 2 vurulsun n böyükdür 120 olmalıdır. İndi bura çox qiymətləri verərəm. Amma mənə deyir ki, ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır. Biz n-ə ən az neçə versək 120-ni aşa bilərik. Gəl variantlardan verək ki, vaxtımızı aparmasın boşuna. Ən az dediyi üçün variantlarda ən az 14 var. 14 yazsaq, 14-ün üzərinə 1 gəlsək 15. Bölək 2 vurulsun 14. Bu da ixtisar gedəcək 7. 7-ni 15'ə vuranda 120'ni aşmır. 14 olmadı. 15 yazsaq, 15'in üzərinə 1, 16 vurulsun 15 bölək 2. 8'i 15'ə vuranda 140 eləyər. Bəli, daha doğrusu 120 eləyəcək. 120 də 120'dən böyük olmaz. Ona görə də 15 də ödənmədi. Demək ki, ödəyəcəyimiz cavab 16, yəni B variantı. 23 nömrəli suala baxaq. Aşağıdakılardan hansı həndəsi silsilədir deyir. Həndəsi silsilə olmaq üçün eyni qədər artıb, eyni qədər azalmalıdır. Daha doğrusu eyni dəfə artıb, eyni dəfə də azalmalıdır. 23 nömrəli sualda uşaqlar yanlışlıq var. Burada həndəs silsiləni soruşur. Heç biri həndəs silsilə yaratmır. Eyni qiymətləri verəndə, yoxlayanda görərsiniz ki, eyni dəfə qədər artan yoxdur. Çox güman ki, burada Y variantında n qüvvətli olmalıymış. Bunu bu şəkildə veriblər. Düzgün cavab E variantı. Amma sualda səhvlik var deyə adlayıram. Gəlin baxaq 24 nömrəli suala. Bizdən A4'ün qiymətini soruşur. Bax, 3 ilə 5'in cəmi nə qədər eləyəcək? 8. Yadda saxla, ədədi silsilədə belə bir şey var. A3 ilə A5'in cəmi, 3 ilə 5'in cəmi 8, yarısı 4 olduğu üçün yarısı A4'ü verir bizə. Bunların cəminin yarısı. 2 də bunlara dəydiyisin olur 2A4. İndi A3 ilə A5'in cəmi 8 yarısı 4 elədiyi üçün bunların cəmi 2 dənə A4'dir. Bir dənə də A4 gəldiyim zaman 24'dür. 3A4 bərabər 24'ə. Buradan A4'ün cavabı 8 edər. A4'ü soruşur, düzgün cavab B variantı. Baxaq 25 nömrəli suala. A5 bərabərdir 12, A15 bərabər 52 verib A1 bizdən soruşur. Biz buradan A1'i tapırıqsa, hər nəyi tapırıqsa mütləq şəkildə D-ni tapmalıyıq. A15 bərabərdir. A5 üzərinə gəlinsin 10 deyə yaza bilərəmmi? Burada A15'in yerinə 52 bərabərdir. A5'in yerinə 12 üzərinə gələk 10 deyə yazıram. Buradan 40 bərabərdir 10 deyə D-nin də qiyməti 4 çıxar. Daha sonra mən A5'i parçalayıb A1 üzərinə gəlinsin 4 deyə yaza bilərəm. A5'in qiyməti 12, A1'in qiymətini bilmirəm, elə onu axtarıram. 4 vurulsun D. D-nin qiyməti 4 tapmışıq. 12 bərabərdir A1 üzərinə gəlinsin 16'ya. Buradan A1 -4'ə bərabərdir. Düzgün cavab E variantı. 26 nömrəli suala bir yerdə baxalım. Bayaq bundan əvvəlki suallarda dedim ki, B5 ilə B9'un hasili 5 ilə 9'un cəmi nə qədər edər? 14. Yarısı 7. B7'nin kvadratını verir. Vurulsun. B6 ilə B8 cəmləri 14 elədiyi üçün əyəxlar. Yarısı 7 elədiyindən bunlar B7'nin kvadratını verir. Bir dənə də B7'miz var bu. B7'nin qiymətini kök 3 veriblər. Kök 3'ün kvadratı yerinə yazıram. B7'lərin yerinə qiyməti yazıram. Bir də kök 3. Kök 3'ün kvadratı 3. Kök 3'ün kvadratı 3. Bir dənə də kök 3. Cavab 9 kök altında 3 E variantı. 27 nömrəli suala baxaq. Ədədi silsilədə A2 ilə A6'nın cəmi verilib A4 bizdən soruşulur. Biz buradan A1'ə gətirmək üsulu ilə də yaza bilərik. Amma belə yazsaq daha qısa olacaq. A2 ilə A6'nın cəminin yarısı bizə nəyi verir? 2 ilə 6'nın cəmi 8. Yarısı 4 verdiyindən bu bizə A4'ü verir. A2 ilə A6'nın cəmi 12'dir. Bunun yerinə 12 yazsaq, 12'ni 2'yə böləndə 6. A4'ün qiyməti 6 imiş. Düzgün cavab 6 olacaq. Gəlin baxaq 28 nömrəli suala.
Həndəsi silsilədə B6-nın qiyməti verilibdir. Q də verilib, B4 soruşulur. Biz B6-nı B4 vurulsun Q üzərində 2 yaza bilərik. Çünki 6-dan 4-ünü verdimsə 2'si qalar. Burada B6'nın yerinə 96, B4'ün yerinə eləcə B4, Q'nun yerinə 2 yazsam kvadratı 4 edəcək. Buradan B4 bərabərdir 96'nı 4'ə böləndə 20, deməli 24 edəcək. Düzgün cavabımız E var. Ədədi silsiləsində müsbət hədlərin cəmini bizdən soruşur. İlk öncə biz burada nə qədər həddin olduğunu, ən sonuncu həddin harda bitdiyini bilmirik. Ədəd 41-dən başda enə gedibdir. Bizim birinci həddimizə 41 desək. Silsilə fərqimiz neçə azalır? 4. Silsilə fərqimizə -4 desək. Biz deyək ki, ayın eninci bir ədədimiz var, o 0-dan böyük olmalıdır. Çünki müsbət hədlərdən danışırıq. Ayının düsturu A1 üzərinə gəlinsin n çıxaq 1 D böyük olmalıdır 0-dan. Birinci ədədimiz 41. Üzərinə gəlinsin n çıxaq 1 D-nin yerinə -4 böyük 0-dan. 41 çıxaq 4n üzərinə gəlinsin 4 böyük 0-dan. 45 çıxaq 4n böyük 0-dan. 45 böyükdür 4n-dən. Yəni 4n 45-dən kiçikdir. N də kiçikdir 11-dən. İndi n'imiz 11'dən kiçik olmalıdır. Yəni 11,5 falan deyək də, bunu 11,4 uydurduq. 11,4'dən kiçik nə qədər ədəd var? N'imizin qiyməti say olaraq 11 dənə. Düzdür? İndi mənə müsbət hədlərin cəmini tap. 11 dənə müsbət həddim var. İndi yazıram S11 bərabərdir A1 2A1 üzərinə gəlinsin n-1 vurulsun D böl 2 bir dəqiqə düstur səhv yazdım. 2A1 üzərinə gəlinsin n-1 vuraq D böl 2 vurayım. N'in yerinə 11 yazsam 11'dən 1 çıxanda 10D bölək 2 n'in yerinə 11 yazıram. A1'imizin qiyməti deməli A1'imizin qiyməti 41'dir. 41 D'nin yerinə -4 yazıram. 2 vurulsun 41 eləyəcək 82 çıxılsın 40 bölək 2 vuraq 11. 82'dən 40 çıxanda 42 2'ye bölüb 11'ə vururam. Bu deyirədi 21 vur 11. Bu da 231 edəcək düzgün cavabımız. Gəlin baxaq 30 nömrəli suala. Həndəsi silsilə əmələ gətirən 3 ədədin hasili 216'dır. Ədədi ortalar verilibdir. Bu ədədlərin ən böyüyünü tapın. Həndəsi silsilə əmələ gətirən 3 ədəd olsun. Birinə B1 deyək, birinə B2 deyək, birinə də B3 deyək. Bu 3 ədədin hasili 216 imiş. Deməli bu 3 ədədin hasili 216. Ədədi ortalarda, yəni B1 üzərinə gəlinsin B2, üzərinə gəlinsin B3. Bunların yarısı sayına bölürük. 26 bölü 3'dür. Buradan 3'lər gedəcək. B1 topla, B2 topla, B3 26 edəcək. Bunları da sildim. Deməli B1 ilə B3'ün hasili 1 ilə 3'ün cəmi 4, yarısı 2 elədiyindən bu ikisinin hasili B2'nin kvadratı deməkdir. Vurulsun bir dənə də B2'miz var, 216. B2'nin kubu bərabərdir 216'ya. Nəyin kubu 216'dır? B2 bərabər 6. 6'nın kubu 216'dır. Yenə də deyirəm, bunu bilməyənlər baxsın. 1 ilə 3'ün cəmi 4, yarısı 2 elədiyindən deyirik B2'nin kvadratı. B2'nin cavabını 6 tapdıq. İndi burada B2'nin yerinə 6 qiymətini yazsaq, aşağıda da B2'nin yerinə 6 yazsaq, yuxarıda B1 ilə B3'ün hasili nə eləyər? 216'nı 6'ya bölsək 36. Aşağıda B1 ilə B3'ün cəmi nə qədər edər? 26'dan 6 çıxanda 20. İndi bax, vuranda 36 eləsin, toplayanda 20 eləsin. O hansı ədədlərdir? 2 ilə 18. Düzdür? İndi bu ədədlərdən ən böyüyünü soruşurdu bizdən. B3'ü soruşacaq əlbəttə ki, C variantı düzgün cavabımızdır. Gəlin baxaq 31 nömrəli suala. Bizdən silsilə vurğu soruşulur. B7 bərabərdir. B5 vurulsun Q kvadratı şəklində yazdım. B7'nin qiyməti 72. B5'in qiyməti 18 vuraq Q kvadratı. Bunlar ixtisar gedəcək 4 bərabər Q kvadratına. Q'nü soruşurdu bizdən. Plus minus 2 olacaq. B variantı. 32 nömrəli suala baxaq. A4'ü bizdən soruşur. A4 bərabərdir. A1 üzərinə gəlinsin 3D yazaram.
A1'in qiyməti 15, D-nin qiyməti 4, 4 dəfə 3'üm 12. Düzgün cavab 27. Gəlin baxaq 33 nömrəli suala. Deməli bizdən B7'nin qiyməti soruşulur. Yuxarıda belə bir şey yaza bilərəmmi? B6'nı parçalayıb B4 nə yazmaq olar? B1 ilə yazaq. B1 vuraq 2 üzərində 5. Çıxılsın B1 vuraq 2 üzərində 3 bərabər 6-ya. B1 ilə Q kubu mötərizə kənarına çıxacaq. Q kvadratı minus 1 bərabər 6-ya. Aşağıdan B9'u B1 vuraq 2 üzərində 8. B1 vuraq 2 üzərində 6 kimi yazdım. Bərabərdir 48'ə. Buradan B1 vuraq 2 üstü 6'nı mötərizə kənarına çıxartdım. Q kvadratı minus 1 bərabər 48 oldu. Bunu silirəm icazənizlə. İndi bax, nə edəcəm? Bunları alt-alta bölürəm. B1'lər getdi. Q kvadratı minus 1'lər getdi. Bunlar da getdi. Bunlar da getdi. Aşağıda Q'dən 6 dənə idi. Yuxarıda 3 dənə. Qaldı Q'nün kubunda 1. 48 ilə 6 getdi. 8'də 1. Birlər eynidir. Aşağılar da eyni olmalıdır. Q kubu 8'dirsə Q buradan 2 edəcək. Q'nü 2 tapdım. Məndən B7'ni soruşur. Q'nün qiyməti 2 tapıldı. B7'ni tapmağa nə var ki? Burada yerinə yazsam, məsələn B9'u yazsam B7 vuraq, Q kvadratı çıxaq, B7 bərabər 48'ə. Q'nü 2 tapmamışıq, kvadratı 4 eləyəcək. 4 dənə B7 çıxaq, B7, 3 dənə B7 bərabərdir 48'ə. B7'nin cavabı 16 edəcək. Gəlin baxaq 34 nömrəli suala. A4'ü bizdən soruşur. Mən bu A4'ü A1 üzərinə gələnsin 3'də yazaram. A1'in qiyməti 12, 3'ü vuracam 5'ə, 12 üzərinə gələk 15, bu da 27 edəcək. Düzgün cavab 27. Gəlin baxaq 35'ə. Buradan A3'ü mən A1 üzərinə gələk 2'də yaza bilərəmmi? A3'ün qiyməti 56'dır, bərabər A1 üzərinə gələk 2 vuraq D'nin qiyməti 9, yəni 18. A1 də bərabərdir. 56'dan 18 çıxan da 38 qalacaq. Düzgün cavabımız. Gəlin baxaq 36 nömrəli suala. 0.5, 1, 2, B-nin həndəsi hissəsi üçün B8'i bizdən soruşur. B8'in tapmaq üçün B1 vurulsun 2 üzərində 7'dən istifadə edərəm. Birinci ədədimiz 0.5'dir. B8 bərabərdir 0.5 vurulsun. Q'müz 2, 2 artıb. Baxın 2'yə vura-vura gedirik. Q'müzün qiyməti 2'dir. 2 üzərində 7 olacaq. Mən də bunu belə yazsam olar ama 0.5 vurulsun 2, 2'dən 7 dənədir. Birini ötürək 6 dənəsi də kənarda qalsın. 2'ni 0.5'ə vuranda 1 edəcək. 2 üstü 6 da 64 edəcək. Düzgün cavabımız 64. Gəlin baxaq 37 nömrəli suala. Bizdən S13'ün qiyməti verilibdir. A5'in qiyməti verilib. A7 bizdən soruşulur. S-nin düsturu var. A1 üzərinə gəlinsin AN bölək 2 vuraq N deyə bir düsturu var. S13'ü parçalasam A1 üzərinə gələk A13 bölünsün 2 vurulsun 13 kimi. Bərabərdir 10 vuraq. A9'u parçalasam A1 üzərinə gələk A9 bölək 2 vuraq 9 kimi, bunu da parçaladım. A1 ilə A9'un cəmi 1 ilə 9'un cəmi 10 edər. Yarısı 5. Bu A5'i verir. 10 vurulsun A5 vuraq 9. A5'in qiyməti 6,5. Bax, hələ ki bərabərliyin sağını həll edirəm. Bərabərdir. 6,5'i 10'a vuranda 65 vurulsun 9 şəklində oldu. İndi bax, 1 ilə 13'ün cəmi 14. Yarısı 7. Bu da edir A7 vurulsun 13. Yəni A7 vuraq elə 13. Alt-alta yazdım. 13 ilə 65 getəcək 5 qalacaq. Buradan A7 bərabərdir. 5 dəfə 9'un 45. Düzgün cavabımız D variantı. Gəlin baxaq 38 nömrəli suala. B1 vurulsun. Mən bu B1'i yazıram belə. B4'ü yaza bilərəmmi? B1 vuraq Q kubu. B10'u da yaza bilərəmmi? B1 vuraq Q üzərində 9. Bərabər 8'ə. B1'dən 3 dənə olduğu üçün B1'in kubu. Q üzərində toplayanda 12. Bərabər 8'də 2'nin kubu şəklində yazdım. Bu kubları hər birindən silsəm, B1 vurulsun 2 üzərində 4, 12'nin 3'ə bölündə 4, bərabər 2 oldu. Bizdən nəyi soruşur?
B3 vurulsun B7'ni. B3'ü B1 vuraq Q kvadratı. B7'ni də B1 vuraq Q üstü 6 yazıram. B1'in kvadratı vurulsun Q üzərində 8 bizdən soruşulur. Mən nə edəcəm? Əlimdə olan bu ifadəni kvadrata yüksəltsəm, olacaq B1'in kvadratı Q üzərində 8 bərabərdir 4'ə. B1'in kvadratı Q üzərində 8 bizdən soruşulurdu. Düzgün cavab D variantı. 39 nömrəli suala baxaq, uyğunlaşdırma sualıdır. N'in yerinə qiymətlər qoyasdan gör hansı ədədi silsilə, hansı həndəs silsilə əmələ gətirir. N'in yerinə 1 qoysaq, birinci suala görə x1 bərabərdir 3 çıxaq 2, yəni 1 edər. x2'nin tapası olsaq, 3 çıxaq 4 mənfi 1 edər. x3'ü tapası olsaq, 3 dəfə 2 6, 3 çıxaq 6 mənfi 3 edər. Buradan belə çıxır ki, ədədimiz 1 olub. Mənfi 2 2 çıxa gediblər. 1-dən 2 çıxanda mənfi 1. Mənfi 1-dən 2 çıxanda mənfi 3. Mənfi 2 vahid azala getdiyi üçün, vahid olaraq azala getdiyi üçün B variantı olacaq. Yəni ədədi silsilə 1-ə B variantı. İlk 4 həddinin cəmi mənfi 8-dir. Gəlin yoxlayaq. X4'ü tapsaq mənfi 5 olacaq. Çünki 2 çıxsaq mənfi 5 olacaq. Bu ilk 4 həddi toplasaq mənfi 8'i verir həqiqətən. 1'ə həm də D variantı da uyğun gəldi. 1'ə B və D cavabları. Keçək ikincisinə. Y1'i tapası olsam, 1'in üstünə 1, 2'nin kvadratı 4. Y2'ni tapası olsaq, 2'nin üzərinə 1, 2'nin kubu 8. Y3'ü tapası olsaq, N'in yerinə 3, 2 üstü 4, 16 edəcək. Fikir versək, ədədlərimiz 2'yə vurula gedibdir. Bu həndəsi silsilə olduğu üçün 2'yə uyğun gələcək A variantı. Burada da ilk 5 həddin cəmi 32 verilib. Gəlin yoxlayaq. Y4 nəyə bərabərdir? 2 dəfə 16 32, Y5 daha çox eləyəcək. Hələ burada 4 dənə hədd 32'ni açdığı üçün buna uyğun gəlməyəcək. Gəldik sonuncu bəndimizə. Z1 bərabərdir. N'in yerinə 1 qoysaq 4'ün üzərinə 2 gələndə 6 edər. Z2 bərabərdir. N'in yerinə 2 yazsaq 4'ün kvadratı 16, 2 gələndə 18. Z3 bərabərdir. 4'ün kubu 64 üzərinə 2 gələndə deməli 68 edəcək. Bu ədəd silsiləyə fikir versək, dəxilsiz formada artıb azalma baş verdiyi üçün bu silsilə deyil, 3'ə C variantı. İlk 5 həddinin cəmi 32'dir. Buna da uyğun gəlmədiyi üçün elə cavablarımız 1B-də 2A, 3'ə C variantı olacaq. Gəlin baxaq növbəti suala. Stəkan su ilə doludur. Hər addımda stəkandakı suyun yarısı boşaldılır. 14-cü addımda stəkanda qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından neçə dəfə az olar? Deməli, birinci stəkanımızda əvvəl A litr su olsun. Növbəti addımda əvvəlkisinin su nə qədər var imişsə onun yarısı boşaldılır. Olur A bölək 2 yarısı boşaldılır. Hər növbəti addımda indi stəkanda A bölək 2 qədər su var. İndi yenə yarısı boşaldılır. A bölək 2'nin bir də yarısı A bölək 4'dür. Növbətisi yenə yarısı A bölək 8'dir. Bu minvanla davam edir. Fikir versəz bu həndəsi silsilədir. 2'yə bölünə gedir. Yəni hər tərəf 2'də 1'ə vurulur. Baxın 2'də 1'ə vurulub olub. 2'də 1'ə vurulub olub. Demək ki bizim burada Q'müzün qiyməti 2'də 1'dir. İndi bu həndəsi silsilə olduğu üçün bizə deyir 14-cü addımda stəkanda qalan suya B14 deyirəm. B14 bərabərdir. B1 vurulsun Q üzərində 13 yazaram. 8-ci addımda qalan suya isə B8 deyirəm. B8 bərabərdir. B1 vurulsun Q üzərində 7. Deyir 8-ci addımda qalan suyun miqdarından neçə dəfə az olar 14-cü addımda qalan suyun miqdarı. Məsələn, 2 6-dan neçə dəfə azdır? 3 dəfə azdır. Onu necə bilirəm? 6-nı 2'yə bölürəm də, düzdürmü? İndi B14 B8'dən neçə dəfə az olduğunu bilmək üçün B8'i bölürəm B14'ə. B8'in qiyməti var. B1 vuraq Q üzərində 7. Bölək B1 vuraq Q üzərində 13'ə. Bunlar ixtisar getdi. Bunlar da getdi qaldı Q üzərində 6'da 1. Q'nun qiyməti 2'də 1'dir. 2'də 1 üstü 6 64'də 1 edər.
Bu da edir 64. Demək ki, 64 dəfə az olar. Gəlin baxaq 41 nömrəli suala. Fikir versək, bu silsilə həndəsi silsilədir. Necə bildim mən bunu? 2-də 1 imiş, 4-də 1 olub. Demək ki, 2-də 1-i vurublar, mənfi 2-də 1-ə olub mənfi 4-də 1. Yenidən bunu mənfi 2-də 1-ə vurublar, olub müsbət 8-də 1. Yenidən mənfi 2-də 1-ə vurublar, mənfi 16-da 1 şəklində ala-ala gediblər. Demək ki, bizim burada silsilə vurğumuz mənfi 2-də 1-dir. Bunu necə bilirəm tam dəqiq belə desək? Hər növbəti həddi bir əvvəlki həddə bölməklə. Mənfi 4-də 1-i bölürəm. Deməli, 2-də 1-ə. 2-də 1-ə bölünmək 2-yə vurmaq deməkdir. İxtisar gedəcək, mənfi 2-də 1 olacaq. 8-də 1-i bölürəm mənfi 4-də 1-ə. Bu da edir 8-də 1-i vururam, mənfi 4-ə, ixtisar gedir, mənfi 2-də 1 edir. Buradan anlaşılır ki, bizim bu silsilə vurğumuz kümüz mənfi 2-də 1 olur. İndi biz bu tənliyi həll eləməliyik. Necə həll eləyək? İndi bu qədər ədədlərin toplam cəmi bu qiyməti bizə verib. Gəlin görək burada bunlardan nə qədər var. Deməli, bu 2 demək 2 üstü 1 deməkdir. Digər 2-nin kvadratı, 2-nin kubu, 2 üstü 4, nöqtə, digər 2 üstü 8 deməkdir. Demək ki, 2-dən 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 8 dənə burada kəsir var. Çünki 256 2 üstü 8 olmalıdır. Düzdürmü? 2 üstü 7, 128, bəli. 8 dənə bizim burada kəsirimiz var. N'imizin sayı 8'dir. 8'dir. B1'imizin qiyməti, birinci həddimiz 2-də 1'dir. O zaman S'nin düsturunu yaza bilərəmmi? B1 vuraq 2 üzərində M-1 bölək 2-1. Bu cəm bizə verib 256'da x plus 1'i. B1'imizin qiyməti 2-də 1. 2-də 1 vurulsun. Kümüzün qiymətini mənfi 2-də 1 tapmışam. N'imiz də 8'dir. Mənfi 2-də 1 üzərində 8 çıxaq 1 bölək. Kümüzün qiyməti mənfi 2-də 1. Mənfi 2-də 1-dən çıxıram 1'i bərabərdir 256'da 1'ə. 2-də 1 üzərində 8 256'da 1 edər. 256'da 1 çıxaq 1. Bu edəcək qiyməti neçə eləyəcək bunu? Mənfi 2-də 1-dən 1 çıxanda mənfi 2-də 3. Mənfi 2-də 3 bərabərdir. Biraz burada dolaşığa düşməmək üçün gəlin bir ən salamatı bunu bir dənə çapraz şəkildə bir-birinə vuraq. 256'nı vururam surətə, yəni 2-də 1 1 bölək 256 çıxaq 1 bərabərdir. Digərini də çapraz vururam. Mənfi 2-də 3. Buradan 2'lər getdi. Düzdür. Bu da 1 getdi. 256'lar getdi. Mötərizəni vurub açanda. Qaldı 1. Çıx 256 1'ə deyəcək. 256. Bizim x'imiz nə oldu? Burada x plus 1 var. Vay. Bir dəqiqə. Çox üzr sayın. Hesablama səhv eləməyək burada. 256'nı çapraz şəkildə yuxarı vururam. 2-də 1. 1 böl 256 çıxaq 1'ə bərabərdir. Digərini də bunu çapraz vuracam yuxarı. Mənfi 2-də 3 x plus 1. Buradan 2'lər ixtisar gedəcək. Qaldı mənfi 3. 256'lar ixtisar getdi 1 çıxaq. 256 1'ə deyəcək 256 bərabər mənfi 3x çıxaq 3'ə. Sola göndərsək müsbət 3x. 256'ın sağa göndərsək müsbət 256 çıxaq 3. 1'i sağa göndərsək çıxaq 1. 3x bərabərdir 200. Deməli bu mənfi 4 edəcək. 256'dan 4 çıxanda 252'yə. X'in də qiyməti 84 eləyəcək. Aydın oldu. Bizdən nəyə soruşur? Tənliyi həll eləyin. X'in qiyməti 84. 42 nömrəli suala baxaq. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyün cəmi 559'a bərabərdir. Ardıcıl 100 dənə ədəd götürək. A1'dən başlaya gedir. Heç buna A1 deməyə də ehtiyac yoxdur ki, belə yazaq da. Ardıcıl 100 natural ədəd deyil. Birincisine n'dir. Növbəti ədəd n plus 1 olmazmı? Növbəti ədəd n plus 2 olmazmı? Bu n plus 2 neçənci ədədimiz oldu? 3-cü. Fikir versəz 3-cü ədəd deyirik, amma nə yazmışıq? 2 yazmışıq.
Bu bizim ikinci ədədimizdir. Amma nə yazmışıq? 1 yazmışıq. Məsələn, dördüncü ədədimiz n plus 3. Amma 3 yazmışıq. İndi nöqtə 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 100-cü ədədimiz nətər yazılacaq? n plus 99. Ən kiçik ədədlə ən böyük ədədin cəmi 559 veribdir. N üzərinə gəlinsin. N üzərinə gələk 99 bərabərdir 559-a. Buradan 2n bərabərdir 559-dan 99 çıxanda 9'lar gedəcək, 0 qalacaq. 6, 460. Buradan n də bərabərdir 230-a. Deyək ki, bu ədədlərdən ən kiçiyini tapın. Elə 230 düzgün cavabımız olacaq. Düzgün cavab B variantı. Beləliklə ədədi silsilə bölməsinin izahı yekunlaşdı. Növbəti videoda görüşənədək.